Bismillahirrahmanirrahim. Elhamdülillah və salatu və selamu ala Rasulillah. Əmmə ba'd. Ən birinci Allahın bütün neymətlərinə və bütün əmin-amanlığına görə çoxlu şükürlər olsun. Və sonra, sevgili qardaşlar, Allah Teala bizə böyük xeyir qapısı açıb Ramazan ayıdır. Və bu Ramazan ayı artıq sona çatmaq üzrədir. Bugün 24-cü orucumuz idi. Allahın izinlə, əmin-amanlığına əda elədik. Və yenə də hələ günlər var. O günlər xeyirli günlərdir. Son 10 gündür, gecələrdir. O vaxt duaların qəbul olması, əməllərin qəbul olması, bağışlanma hələ qapı açıqdır. Və ümumiyyətlə, Ramazandan sonra da davam etmək lazımdır. Və sonra, sevgili qardaşlar, Allah Teala Quranda bəzi hekayələr buyurur. Göndərib ki, onlardan ibrət almaq üçün. Quran nə üçündür? Birinci. Çünki orada Allah Subhanahu taala danışır və onlara nələr verdi, nə qədər neymət verdi, Peyğəmbər göndərdi. Və onlar sonra nə inədilər? Azdılar və onları aqibəti necə oldu? Yəni, Quran da hər bir hekayəni bizə verməkdə, danışmaqda burada bir məna var, ibrət almaq üçün. Yəni, heç kəs arxayın olmasın ki, o günah edəcək və yaxud da kiminsə haqqına gidəcək, ən böyük Allahın haqqıdır ki, onu edəməyəcək ibadətlər və nicat tapacaq, bu onun üçün ağırdır. Ona görə ehtiyatlı olmaq lazımdır bu məsələdə. Məsələn, Quran-ı Kərimdə Allah Teala Talut və Calut haqqında danışır. Mövzumuz indi olduğu təfsir haqqında. Sadəcə, orada Talut Bəni İsraildən idi və onlar düşmənlərlə Calutun üzərində gedirdilər və qoşunu vardı, böyük qoşun. Allah Teala onlar bir çaydan keçməliydilər. Və Allah Teala dedi ki, o çaydan içməyin. Və Talut dedi ki, o çaydan içməyin, sadəcə bir ovuc, yəni bir ovuc miqdarında içmək olar. Və çoxsu buna səbr eləmədi və içdilər. Təsəvvür edin ki, qoşun gedir, əlbəttə ki, qoşun ağırdır, yol gedirlər, yəni yorğundurlar, su istəyirlər. Və bunlar dözmədilər. Yəni, fikir verin, əsas məqsəd odur ki, Allah Subhanahu taala müəyyən şeylərlə insanlar imtihana çəkir və buyurur və onların çoxsu işli və onlar az bir qism onlardan bir ovuc işli. Və çayı keçəndən sonra gördülər, böyük qoşun var qabaqlarında və dedilər, biz bunlara qalib gələ bilməyəcək. Və hansılar ki, onlar iman əhli idi, yəni Allahın əmrinə itaət edilmişlər, dedilər, yox, Allah Teala çox bir az dəstəni qalib çıxardı, çox dəstə üzərində. Və ona görə də onlar qalib gəldilər. Yəni, Quranda bu cür ayətlər çoxdur. Allah Teala imtihana çəkir. Birinci. Və sonra fitrə zəkatından danışmaq istəyirdim. Və bu ayəti də nəyə görə çəkdim? Misal, çünki yəni Allah Teala nə buyurubsa hikmətindəndir. Və onu yerinə yetirmək lazımdır. Onu yerinə yetirmək lazımdır. Bu günləri, məsələn, artıq bilirsiniz ki, Ramazan bayramından qabaq, namazından qabaq fitrə zəkatı çıxmalıdır. Fitrə zəkatı malla çıxır, yəni pulla, yoxsa yeməklə. Yəni, hansı ölkədə ki, o çox yemək yeyilir, yəni əsas qida növüdür onların yeməsində, o onunla çıxarılır. Və bəziləri, yəni, deyir ki, pulla çıxarmaq olar. Xeyr, Rəsulullah sallallahu aleyhi ve sellem dövründə də pul da vardı, qızıl pullar da vardı, gümüş pullar da vardı, daha çox idi insanlarda. Yemək çıxarmağa əmr etdi. Nə cür ki, çayda fikir verin. Bir hikmət var bunda. Nə olar, onun elində, nə olarlar gətirdi, biz nəyə çıxartdığında heç kəs bilmir. Düzü hansıdır, eğrisi hansıdır. Doğru dində hansı doğru buyurulur, yalan hansı buyurulur. Qatlı qaxışdırır hamısını biri-birinə. Və Rasulullah sallallahu aleyhi ve sellem bilirdi. Ona görə insan iki şeyə müxalif olur. Birincisi, ibadətdir. Bilirsiniz ki, onu da çıxartmaq ibadətdir. Nə üçün çıxarılır? Orucda, oruç tutanda verdiyin nöqsanlara, etdiyin nöqsanlara təmizləmək üçündür, tamamlamaq üçündür. Və birinci, buna müxalif olursan. İkinci də Allah Teala buyurdu, əmr etdi, vəhidir ki,
Məsələn, Rəsulullah sallallahu aleyhi və səlləm dilinə dedi ki, məsələn, bir adam başına xurmadır, kişmişdir, məsələn, düyüdür, yəni bu cür qorunub saxlanan şeylər çıxarmaq lazımdır. Deməli, insan birinci bunu bilməlidir. Yəni, bəzi şeylər var, nə olar onu eləyəndə? Mən belə bilirəm, məndə belə, məzhəbimdə belədir və yaxud da alim belə deyir. Yəni, əlbəttə ki, alimlərin sözü də biz qəbul edirik. Amma Quran və sünnə olan yerdə mütər ki, Allah Subhanahu taala buyurur ki, aranızda bir ixtilaf olarsa, Allah və Rəsuluna qaytarın. Quran və sünnəyə qaytarın. O sizin üçün daha yaxşıdır, daha əlverişlidir. Həm də salamatçılıq üçün, həm də qəbul olması üçün əməl bizim. Və nədir? Bu, Quran və sünnəyə qayıtmaq. Quran və sünnədə bizə buyurur ki, Rasulullah sallallahu aleyhi ve sellem açıq-aşkar dedi ki, yəni bir sağ, sağdakı təqribən 3 kilo oldu, miqdarı 3 kilo oldu. Yəni, xurma və yaxud da kişmiş, bu cür şeylər gəldi, yəni onlara vermək lazımdır. Və məsələn, bəziləri ki, kasıbları sevindirmək lazımdır. Bəli, sevindirmək lazımdır. Ona görə nə edirsən? Pul da verə bilərsən. Yəni, əlavə, məsələn, paltar alsın bayramlığa və yaxud da nəsə başqa şey alsın, ehtiyacı varsa evinə, uşağına. Yəni, bunu da verə bilərsən, qadağa deyil. Amma xüsusən o, nətər ki, fikir verin, çaydan keçəndə Allah Taala imtihana çəkdi onları, imtihan. Yəni, imtihandır bunlar hamısı. Nəyə görə 4 rükətli namaz, nəyə görə, məsələn, yeməklə çıxmalıdır, nəyə görə olmaz? Sahabələrin üstünlüyü bəs neydə idi? Allah onlardan razı olsun. Allah onlardan razıdır və onlar da Allahdan razıdırlar. Yəni, Quranda ayət var. Sahabələr, yəni ki, ən uca yerdədirlər. Allah onlara razı olsun. Sahabələrin üstünlüklərdən birisi oldu ki, onlar soruşmurdular ki, bunu belə eləmək olar, sünnədir, nafilədir. Bunu eləmək. Deyirlər ki, eşitdik və itaət elədik. Budur əsas məsələ. Yəni, Allah və Rəsulü buyurubsa, sən iman gətirmişsənsə, yəni eşitdik və itaət elədik. Ona görə də yəni, fitrə zəkatı nələ çıxarılır? Yeməklə çıxarılır. Yəni, o ölkədə yaşayan insanlar əsas nə yeyirlərsə onu. İndi məsələn, buğda çıxarsın, sən ona əziyyət vermiş olacaqsın. Onu ya satacaq, ya aparıb dəyirmanda çəkdirə biləcək, ondan sonra ya onu əziyyətlə sata biləcək, qiymətə satanda ucuz satacaq, yenə də alanda bahalı deyək, başqa bir şey. O əvəzində məsələn, var, un var, hazır un, məsələn, düyü var, məsələn, verməşil, makaron var və s. Və bunlardan, məsələn, yeməklidir, məsələn, çoxdur da, xurmadır, kişmişdir. Ya bu cür lobya, o hansı dənəli bitkilər və s. Bu cür şeylər verirsən, zəkatı çıxardırsan. Fitrə zəkatı, dediyimiz kimi, orucda olan nöqsanlıqları təmizləyir. Fitrə zəkatı kimə vacibdir? Yəni, kim çıxartmalıdır? Hər bir həddi-buluğa yaşını çatan müsəlman, qadın, kişi, uşaq, yəni yaşından asılı olan hamısının adından çıxarılmalıdır. Yəni, 3 kilo miqdarındadır təqribən adam başına. Məsələn, bir ailədə 4 nəfərlərsə, 12 kilo təqribən. 2 kilo 800 deyən də var o. Çünki Rasulullah sallallahu aleyhi ve sellem saat, yəni bir belə yumru bir taxtadan bir şeydir, qabıdır belə. Onun içinə 3 ovuç tökərdir, yəni o dolanır. Təqribən 800 qram, 2 kilo 800 qram, ondan sonra 2-700, yəni təqribən 3 kilo kimi. 2 kilo yarımdan 3 kilo arasında belə yəni çıxardırsan. Adam başına 3 kilo miqdarında. Pulla çıxarmaq olmaz. Və onu bir neçə gün qabaqcıdan çıxarmaq, 2 gün qabaqcıdan çıxarmaq daha yaxşı ki, hazırlansın, getsin. Əgər başqa bir ölkəyə, uzaq bir yerə gedəcəksə, eybi yoxdur, biraz tez çıxarmaq olar. Və hər bir həddi-buluğ yaşına çatan müsəlmanın üzərindədir, azad və qul. Bunlar da çıxarda bilərlər. Yəni, hələ yoxdur, indiki vaxtda olar. Və ana bəhtində olan uşaq üçün çıxarmaq olar, yoxsa yox, bəli, müstəhəbdir, yaxşıdır ki, çıxararsan. Artıq o da dünyaya gəliş bidayə edilir, başlanğıcı artıq başlanıb. Yəni, onun üçün çıxarmaq daha yaxşıdır. Və onu kasıblara paylanmalıdır, yəni ki, ehtiyacı olanlara. Və həmişə yadınızda saxlayın, istəyir o vacibi zəkat, İslamın şərtlərinə olan zəkat, istəyir fitrə zəkatı və yaxud da sədəqə kimə düşmürsə onu almalı deyil. Bilsin ki, haramdır. Və verən adam da düzgün verməlidir. Yəni, bilsin ki, əgər onu düzgün vermirsə, hansılar ki, Tövbə surəsində, o 8 isimdir, onlar vermirsə, onun zəkatı sayılmır, düzgün olmadığına görə. Düzgün olmaq üçün nədir? Gerək, həmin adamlara ki, hansılara ki, onlara vacibdir, onu verəsən. Yəni, insan özü də fikir verməlidir. Verən adam da zəkatı
fikir verməlidir, diqqət eləməlidir. Alan, çünki onun zəkatı sayılmaya bilər. Və alan adam da fikirləşməlidir, bir baxmalıdır ki, özünə ehtiyacı varsa. İndi düzdür, bizdə indi hələ evsiz, eşiksiz demək olar ki, yoxdur, çox azdır. Baxırsan, yəni yaşayışda ən aşağı, yəni zəif yaşayan hansıdırsa, görürsən ki, məsələn, o daha məsələn zəiflərdə ona verilir. Yəni baxırsan da indi yaşayan yerdə onlar baxır, soruşursan, öyrənirsən, onlar daha haqlıdır. Ona görə də bu məsələdə də yəni, diqqətli olmaq lazımdır ki, zəkatı yerinə çatdırmaq. Bu, məsələn, o kim ki onun üzərində işləyirsə, nədir? O diqqətli olmalıdır, yəni, etibarlı olmalıdır, düzgün olmalıdır, ədalətli olmalıdır. Və həmçinin deməli, zəkat nə vaxt çıxarılır? Zəkat çıxarılır bayram namazı qılınmamışdan qabaq. Fitrə zəkatı bayram namazı qılınmamışdan qabaq çıxarılır. Amma qurban bayramında, qurban bayram namazı qılınandan sonra gedir kəsdirir. Yəni, bunların arasında fərq budur ki, bunlar sübh namazını qılırsan, sonra bayram namazında bir nizə boyu günəş çıxandan sonra o vaxta kimi çıxarmalısan. İndi unutmuşsansa, gec qalıbsa, yenə də çıxarmalısan. Vaxt keçibsə də, yəni verməlisən, çıxarmalısan. İndi ola bilər ki, məsələn, fitrə zəkatın hansısa bir dediyimiz kimi uzaq bir yerə yola salınır, gedir. Çatmasa, inşallah problemdir. Yəni, həmin gün namazdan, məsələn, qabaq çatmasa, o yəni üzürlüdür ki, yəni uzaq yol gedir. Yəni, çalışma lazımdır ki, qabaqcadan çıxsın. Və dediyimiz kimi, çıxan şeylər düyüdür, undur, makarondur, verməşildir, başa, nə deyirlər o, qarabaşadır, qreşkadır. Yəni, belə şeylərdən, yəni, yeni şeylərdən. Əlavə üstə, məsələn, ət, yağ qoya bilərsən, əlavə. Və burada əsas məqsəd müsəlmanları sevindirməkdir. İhtiyacı olanları sevindirmək. Və bu bayramdır. Bunlar baxın. Bütün bayramlara baxın, israf var. Bütün bayramlara baxın, haram var. Bütün bayramlara baxın, əziyyət var. Amma müsəlmanların 2 dənə bayramı var. O bayramlara baxın, nətər rahat, müsəlmanlar bir yerə cəm olurlar, bayramlaşırlar. Heç bir təmanasız, məsələn, qurban kəsib paylayırlar, hər ehtiyacı olanlara və yaxud da fitrə zəkatı paylayırlar, sevindirirlər insanları. O yüzden heç bir şey israfa gedmir. Çox gözəl. Sadəcə müsəlmanları, İslamı gözəl salmaq istəyənlər çoxdur. Qəsdi şəkildə, qərəzli şəkildə. Ən əsas odur ki, müsəlman övladları yəni, öz dinlərini bilmədiyinə görə ən qəribəsi budur ki, çox təəccübləsi budur ki, müsəlmanların övladları özləri görürsən ki, baxı, bilmədən danışırlar və nətədirlər, düşmənlərin dəyirmanına su tökürlər. Və ona görə də ehtiyatlı olmaq lazımdır bu məsələlərdən də. Və əlbəttə ki, bayramda iştirak eləmək lazımdır, mümkün qədəri və bayram namazını qılandan sonra xütbəyə qulaq asmaya da bilərsən, əgər kesirsənsə, tələsirsənsə, müəyyən qədər qulaq asandan sonra, yəni cümə xütbəsi kimi deyil ki, yəni sakit oturmaqsan, axıra kimi namazı qılmaqsan və əlhamdülillah, yəni bu cürünü yola verirsən, Ramazan ayını bitirirsən. Və əlbəttə ki, əsas məsələ oradadır ki, yəni insan birinci fikirləşməlidir ki, oruç tutur, ibadətdir, məsələn, oruc açlı verir, ibadətdir, savabdır, məsələn, zəkat verir, fitrə zəkatı verir, sədəqə verir, bunlar hamısı ibadətdir, bunlar hamısı nədir, savabdır. Və həmişə əsas yəni, məqsəd odur ki, yəni Allah s.ə.v. Əvvəldə də qeyd elədim, Allah s.ə.v. nə buyurubsa ona əməlləmək lazım. Ondan kənara çıxmaq olmaz. Xeyr gətirmir. O da nə ayətdədir, aranızda nə ixtilaf olsa Allah və Rəsuluna qaytarır, bu sizin üçün daha yaxşıdır. Həm ixtilafa düşməmək üçün, həm mənazıya yaxşıdır, yəni düzgün, ədalətli, insaflı, həm də ki, Allahın istəyidir, yəni razılığıdır. Və ona görə də hər bir məsələni Allah və Rəsuluna qayıtmaq lazımdır. Söymək, təhqir eləmək, yalandan, böhtan atmaq, bunlar ədəb qaydası deyil, müsəlmanların sifətlərindən deyil. Lənət oxumaq, yalan danışmaq, səsi kəsmək, oradan ora calamaq, buradan bura calamaq, yəni bunlar yəni, heç bir yəni, dinlə düz gəlmir. Hətta Allah s.ə.v. buyurur ki, hətta nə deyir, əhli kitabla gözəl şəkildə davran. Qeyri-müsəlmanla, bizim Quranımız hələ qeyri-müsəlmanla, yəni gözəl şəkildə münaqişə eləməyi, gözəl şəkildə danışmağı əmr edilir. Görün, indi müsəlmanlarla nətər olmalısansa. Müsəlmanlar, mömin çox qiymətlidir, çox dəyərlidir Allah qatında. Ola bilər müsəlman zəifdir, ola bilər müsəlman kasıbdır, ola bilər insanlar arasında onu tanımırlar, məsələn, o hörmət eləmirlər, məsələn də belə adam deyil, tanınmış belə bir adam deyil. Amma onu bilin ki, hər bir müsəlman mömin Allah qatında çox əzəmətlidir. Yəni ona toxunmaq, ona əziyyət vermək, əziyyət verir. Ona görə
həmişə onlarla yaxşı davranmaq lazımdır. Ehtiyacı olanlarla, zəiflərlə və o qiyamət günü Rumluların sayı çoxalacaqdır. Çünki deyir, onlar zəiflərə yardım edəcəklər. Halbuki bunlar müsəlmanların sıfatlarından da görürsünüz. Məsələn, adicə Ramazan qutarında fitrə zəkatı kimlərin haqqıdır? Ehtiyacı olanların. Yəni görürsən, həmişə ehtiyacı olanlara, zəiflərə əl tutmaq, kömək etmək lazımdır. Və onları heç vaxt aşağılamaq olmaz, yuxarıdan baxmaq olmaz, təkəbbürlüyü göstərmək olmaz. Onların qarşısında özü yəni yuxarı dartıb, yəni ürəklərin qırmaq olmaz. Gözəl şəkildə danışmaq lazımdır, gözəl şəkildə onlarla münasibət eləmək lazımdır. Bizim dinimiz bunu buyurur. İnsanlarla gözəl davranmaq, balacalarla da tərk hədis şərifdə buyurur Allah Subhanahu Allahın Rəsulu ki, böyümüzə hörmət eləməyən kişimizə rəhm eləməyən bizdən deyil. Yəni, böyüklərə də hörmət eləmək lazımdır. Bu bizim dinimizdən doğan bir şeydir, bizim adətimizdir. Onlar bizə Allah tərəfindən yəni, deyilib, dədə-babalarımız bunu eləyiblər və biz bunu yaşatmalıyıq. Bunlara hərsindən fikir verməliyik. Və yəni, sonda onu demək istəyirəm ki, hər bir şeyi, hər bir ibadəti, hər bir əməli Allah və Rəsul necə buyursa, o cür etmək lazımdır. Yoxsa zərəri çoxdur. İxtilaflar, parçalanmalar, bir-birinə qarşı olmaq, bir-birini düşmən görmək və heç vaxtda yəni, bunlar mümkün olmayacaq. Başqa bir yolu yoxdur. Onun bir yolu var ki, hər birimiz Allah və Rəsuluna yəni, itaət eləyək, ona sarılar və doğru düzgün yolda olar. Allah Teala etdiyimiz ibadətləri qəbul etsin. Allah Teala bizə xeyir qapılar açsın. Allah Teala bütün müsəlmanlara kömək olsun. Allah Teala ölkəmizi əmin, aman içərisində etsin. Allah Teala ölkə başçımızı qorusun. Onun bütün səfərlərini uğurlu etsin. Can sağlığı versin, güc qüvvət versin, uğur versin həmişə. Və Allah əsgərlərimizi qorusun. Yağış, soğuk havalardır və onları həmişə qorusun. Hərbiçilərimizi qorusun. Əmin-amanlığımızı qoruyanları qorusun Allah Teala. Allah Teala xəstələrimizə şəfa versin. Allah Teala ehtiyaclı olan bütün müsəlmanlara Allah Teala kömək olsun. Allah Teala ruzumuzu bol, bərəkətli, halal, rahat etsin. Allah Teala bizim bilə-bilə etdiyimiz, bilməyib etdiyimiz günahlarımızı bağışlasın. Allah Teala bizi xəstəliklərdən, şərdən, fitnədən, fitnə ahlindən qorusun. Allah ölkəmizi düşmənlərdən qorusun, müharibədən qorusun və acılıqdan qorusun, xəstəliklərdən qorusun. Allah qovm əqrəbəmizə, xalqımıza hidayət versin, doğru yolu yönətsin və oruclarımızı Allah qəbul etsin, ibadətlərimizi Allah qəbul etsin, dualarımızı Allah qəbul etsin. Allah Teala sizdən razı olsun, Allah Teala qardaşın da malına bərəkət versin. Allah razı olsun, Allah hamımızdan razı olsun. O qədər. Subhanəkə Allahumma bihamdik, nəşədən la ilahə illə əntə nəstəğfiruke və etûbü ileyk. Allah razı olsun qardaş.